Salam dostlar, bu videoda sizlərə proqramlaşdırmada və ya gündəlik Excel-də istifadə etdiyimiz AND və OR operatorları barəsində məlumat verəcəm. Bu operatorlar birdən çox şərti eyni anda yoxlamaq üçün istifadə olunur. AND operatorunda qoyulan şərtlərin hər ikisi və ya bütün şərtlər ödənilməlidir, yəni hamısı doğru olmalıdır. OR operatorunda isə verilən şərtlərdən hər hansı biri doğru olarsa bizə düzgün nəticəni qaytaracaq. Salam dostlar. AND operatorunda əgər şərtlərdən hər ikisi doğrudursa, bizə doğru nəticəni qaytarmış olacaq. Əgər yox, şərtlərdən biri ödənmirsə, onda bizə false qaytaracaq, yəni ümumi nəticə səhv olacaq. Əgər şərtlərdən heç birini ödənmirsə, yenə də nəticə bizə false qaytarmış olacaq. Gəlin müqayisə üçün misal üzərində izah edək. Məsəl üçün, rəqəmlər verilsin bizə 4, 5 və yaxud da 8. Gəlin bunları müqayisə edək. Əgər müqayisə edəsək, mən demək istəyirəm ki, məsəl üçün, bərabərdir AND 4 böyükdür 5-dən 4 böyükdür 5-dən və ikinci şərtimizdə deyirəm ki, 5 kiçikdir 8-dən. Bu nəticə bizə nəyi qaytarmış olacaq? False ifadəsini qaytaracaq. Gəlin baxaq. Çünki biz burada birinci şərt bizdə ödənmədi. Yəni 4 5-dən böyük deyil, əksinə kiçikdir. İkinci şərtdə isə bizə true qaytarır. Yəni true, false bizə nəticəni false qaytarmış olacaq. Növbəti bir misal yazaq. Yenə də bərabərdir AND yazsaq. İndi isə deyirəm ki 4 kiçikdir 5-dən və ikinci şərtimdə deyirəm ki 8 böyükdür 4-dən. Bu bizə true ifadəsini qaytarmış olacaq. Yəni şərtlərimizin hər ikisi ödəndiyindən bizə nəticə true qaytarmış olacaq. Üçüncü şərtimizdə isə belə bir ifadə yazaq. AND. Yenə də deyirəm 5 böyükdür 8-dən. Belə deyək. Yenə də 5 böyükdür 8-dən və 4 böyükdür 5-dən. Bu ifadə bizə false ifadəsini qaytaracaq. Yəni şərtlərdən heç biri ödənmədiyindən bizə nəticəni false qaytarmış olur. İndi isə keçək OR operatoruna. OR operatorunda şərtlərdən ən azı biri ödənilməlidir. Yəni hər ikisi ödəndiyi halda, şərtlərdən hər ikisi ödəndiyi halda bizə nəticəni true qaytarmış olur. Şərtlərdən ən azı biri ödənirsə, yəni biri düzgün, biri səhvdirsə, nəticə bizə düzgün qaytarmış olur. Yox, əgər şərtlərin heç birini ödəmirsə, bizə nəticəni false qaytarmış olur. Yəni səhv nəticəyə qaytaracaq. Gəlin yenə də yazaq, bərabərdir. Bura rəqəmlər qeyd edək. Məsəl üçün 12 olsun, 16 olsun və 14 olsun. Biz də yazaq burada, bərabərdir OR. İndi deyirəm ki 12 böyükdür 16-dan və 12 kiçikdir 14-dən. Bu nəticə bizə true ifadəsini qaytarmış olacaq. Çünki şərtlərdən heç olmasa biri ödənmiş oldu. Yəni birinci şərtimiz səhv olsa da, ikinci şərtimizdə bizə düzgün nəticə, yəni true qaytardığından bizə ümumi nəticə olaraq bizə true ifadəsini qaytarır. İndi yenə də yazaq OR. İndi deyirəm ki 12 böyükdür 16-dan ya da belə kiçikdir 16-dan və ya 12 kiçikdir 14-dən. Bu ifadə bizə true ifadəsini qaytaracaq. Çünki şərtimizin hər ikisi ödəndiyindən bizə ümumi nəticə olaraq true ifadəsini qaytarmış olur. Və sonuncu şərtimizi yazaq OR. Deyirik ki 16 kiçikdir 12-dən və həmçinin 14 kiçikdir 12-dən. Bu ifadə bizə false faydasını qaytaracaq. Çünki şərtimizin heç biri ödənmir və bu halda, belə olan halda bizə nəticəni false qaytarmış olur. AND və OR ifadələrinin, yəni təkcə riyazi ifadələrdə deyil, həmçinin müəyyən cədvəllər üzərində də biz bu AND və OR operatorlarından istifadə edə bilərik daha doğrusu.